Döyülən, əzilən qalıb qıraqda, döyəni əzən qalıb qıraqda. Məktəblərdə uşaqlarımıza yaxşı tərbiyə vermək lazım. Baxın, Gözəl xanım, onu hər gün burada mən də deyirəm. Siz millət vəkili olaraq da eyni şey deyim, mən də aparıcı olaraq eyni şey deyim. Axı siz bizim səsimizsiz. Oturub orada sanki xəbəriniz yoxdur, ümumiyyətlə Gəncədə nə baş verib. Bugün hər kəs istəyir ki, Elgünün qatili haqqında məlumata malik olsun. Bugün bir millət vəkili ağzını açır, danışır Elnarə Hakimova və deyir, uşaqlarla ciddi məşğul olmaq lazımdır. Ay xanım, məsələ başqa məsələdir. Məsələ burada uşaq məsələsi deyil. Bir həftəyə yaxınlaşır deməlisiniz ki, qatil tapılmır. Bir də üzərinə gəlirəm, Gəncə nə boydadır? Gəncə ünvansız dənizdir bəyəm. Nə oldu, yerə girdi, yoxsa göyə çıxdı qatil? Siz bunun sosunu verin mənə, yoxsa durub məktəblərdə psixoloqlar işləyən bayaq ona nə gözəl açıqlama verdiniz. Möhtəşəm yanaşma. İnanırsınız, heç biz bunu oturub, nə bilim, aylarla da fikirləşsəydik, heç ağlımıza gəlməzdi ki, məktəblərdə psixoloqlar işləmir. İllərlə danışmırsınız, bir dəfə danışırsınız, orada da heç bilmirsiniz, nə danışırsınız, valla. Elgün kimisi öldürməyib, 17 yaşında durub deyirsiniz ki, uşaqların psixologiyası korlanır, belə olur, elə olur, məktəblərdə o gəldi, bu getdi, bu gəldi, o getdi. Elgün kimisi öldürməyib, Elgünü öldürüblər. Və kimlər öldürüb, neçə nəfər öldürüb, hələ ortalıqda yoxdur. Məsələ qalıb qıraqda, problem qalıb qıraqda. Siz nədən danışırsınız? Elgün birinci məktəbdə qətlə yetirilməyib. Hələ təsdiq olunmayıb ki, Elgünü öldürən onun parta və ya sinif yoldaşlarıdır. Nə əlaqəsi var ki, məktəbdəki psixologiya fənninin və yaxud da ki, tədrisinin Elgünün öldürülməsi ilə bağlı nə əlaqəsi var ki, xanım? Mən elə bilirdim ki, siz deyəcəksiniz ki, bundan öncə də 16 yaşlı öldürülmüşdü. İndi 17 yaşlı öldürüldü. Günahsızların ölümünə son deyək. Kimin etməsindən asılı olmayaraq cinayətkar çıxsın ortalığa. Və nəhayət ki, araşdırma aparılan qurumlar ad, soyad desinlər, bizə foto təqdim etsinlər. Siz nə danışırsınız ümumiyyətlə, nəyin müzakirəsini edirsiniz ki, Milli Məclisdə?